Məsələn deyilir ki, yəni qadınlar bir dənə bağışlayın, mən bir saniyə, mən anam yəni bir dəfə zəng elədisə, bir dənə, məsələn, Peyğəmbər oturdu belə məclisdə söhbət edirdi. Birdən xanım Fatimə içəriyə daxil olsaydı Peyğəmbərin yanına, deyir, qamə ileyha, Peyğəmbər ayağa durardı. Onu deyir ki, öpərdi və öz yerində otuzdurardı. Yəni siz təsəvvürünüzə gətirin ki, bəzən bir lider kişi çalışar ki, bunun qızından xəbərlər olsun, kiminsə nə qızı var, nə bir şey var və salam. Amma Peyğəmbər ki, bunu edir, cəmaat da bundan dərs götürür. Bir misal var, deyir ki, Həzrət Peyğəmbər İmam Həsənlə İmam Hüseynlə oynayırdı, onları öpürdü, qucaqlayırdı. Bir kişi gəldi, deyir ki, mənim deyir, neçə dənə deyir, oğlum var, bir dəfə də öpməmişəm deyir onları. Deyir, Həzrət Peyğəmbər o qədər narahat oldu ki, rəngi qızardı. Deyir, yəni Allah sənin qəlbindən rəhməti alıbsa, mən neyinə bilərəm? Kim rəhm etməsə ona da rəhm olunmaz. Yəni sən neyinə fəxr edirsən, mən uşaqlarımı öpməmişəm, indiyənə qədər qucaqlamamışam. Yəni ona görə Həzrət Peyğəmbərin İmam Həsənlə, İmam Hüseynlə, qızı ilə bu cür rəftar etmələri onların gələcəyində də böyük təsir görürdü. Mən deyir, gəldim İmam Sadiq əleyhissalama dedim, mənim deyir ki, bir qızım dünyaya gəlib, İmam Sadiqə deyir. İmam buyurdu, mən səmməytəhə, o qızın adını nə qoydum? Həmin şəxs də deyir ki, qultu, Fatimə. Deyir, Fatimə deyir ki, qızımın adını qoydum. İmam deyir, əgər qızımın adını Fatimə qoymusansa, nə onu söy, nə ona lənətdə, qarğış elə və ya nə də onu vur. İmam Əli əleyhissalam xanım Zəhranın əri olduğuna iftixar edirdi. Fikir verin, yəni bu çox önəmli bir şeydir. Həzrət Əli əleyhissalam deyir, fəvəllah, and içir. Fatimə heç vaxt məni deyir, qəzəbləndirmədi. Və heç bir işdə mənə qarşı çıxmadı. Deyir, mən elə ki, deyir, oturardım, deyir, Fatiməyə bir gözüm düşərdi. Mənim bütün, deyir ki, kədərim, hüzünüm, mənim problemlərim aradan gedərdi. Bir dənə, deyir, ona baxmaqla gedərdi. Niyə görə aradan gedərdi? Bunun bir başqa bir çarəsi də var. Çünki Həzrət Peyğəmbərin qızı hər bir işdə öz ərinin dəstəkçisi olub, öz ərinin arxasında olub. Deyir, bir gün Həzrət Əli əleyhissalam xanım Fatimədən soruşdu ki, evdə bir şeylər var. Xanım dedi ki, yoxdur. Həzrət Əli buyurdu ki, bəs niyə məni deyir ki, xəbərdar etməmsən ki, mən bir şeylər alım evə? Xanım da dedi ki, mən Allahdan xəcalət çəkirəm ki, səndən bir şey istəyim ki, sənin gücün ona çatmasın. Kəlam nisbət verilirdi Peyğəmbərə ki, deyir, zaman gələr bir şəxsin ölümü onun öz ailəsinin üzvlərinin əli ilə olar. Deyirlər, bu necə ola bilər kimə? Deyir, onun ev əhli onu dünya malı qazanmaq üçün məcbur edərlər, vadar edərlər. Və bu da qalar bilməz neynəsin. O qədər çalışar ki, o dünyanı qazanmaq üçün nələrsə eləsin, aradan tələf olub gedər həmin.